Görürük ki, kalsium klor 2 götürüblər. Bunu 5 mol götürüblər. Diqqət eləyə çoxlar. 5 mol götürüblər, amma bunun 5 minus eni dissosiasiya edib. Aha. 5 minus en qədəri dissosiasiya edib. Eni isə dissosiasiya etməyib. Ha. Bu məsələnin bir tərəfi. İkinci tərəfi. İndi məsələmizin özünə qaydırıq. Buradan baxırıq ki, xlor iyonları nə qədər əmələ gəlib? 4 xlor iyon əmələ gəlib, 4 mol. Onda kalsium xlor 2-ni iyona ayırıram. 1 kalsium əmələ gəlir, 2 dənə də xlor iyonu əmələ gəlir. Deməli, duzun 1 molundan 2 xlor iyonu əmələ gəlirsə, qrafikdən görürük ki, 4 mol xlor iyonu əmələ gəlir. 4 əmələ gələndə görüm nə qədər duz iyona ayrılıb. X də bərabərdir, 2 mol duz iyona ayrılıbdır. Deməli, 2 mol ayrılıbsa, biz də alfanı tapanda dissosiasiya etmişik, yəni 2-ni, ümumiyə, yəni ümumi nə qədər götürüblər? 5-ə bölürük və 100-ə də vururuq. Cavab olur 40%. Baxırıq, burada verib bizə natrium sulfat, natrium 2SO4, bir də natrium OH veribdir. Bunların birin A qram verib, bunu A qram verib, bunda B qram veribdir. Və nəticədə bu ikisinin dissosiasiyasından natrium və SO4 iyonları əmələ gəlibdir. Baxaq görək A qramdan nə qədər natrium əmələ gəlir. 2 natrium müsbət, bir də SO4, 2 mənfi. Deməli, 142 qramından, çünki qram verib bizə, 142 qramına 2 natrium əmələ gəlir, A-ya isə X əmələ gəlir. X bərabərdir, məxrəsdə yazıram 142, surətdə də 2A, o da bərabərdir, A bölək 71. Natrium OH-a baxaq. Deməli, natrium OH-dan 1 natrium əmələ gəlir, bir də OH iyon əmələ gəlir. Deməli, 40 qramdan 1 dənə natrium əmələ gəlir, B qramdan da X. X bərabərdir, B bölək 40. Sonra nə deyir? Deyir ki, buradakı natrium iyonlarının cəmi, yəni A bölək 71 ilə B bölək 40-ın cəmi bərabərdir 2,5 N-ə. Bu, bizdə oldu natrium iyonlarının saylarının cəmi. Baxırıq indi SO4-ə. Baxaq görək nə qədər SO4 ayrılıbdır. Burada aşağıdan yazıram natrium 2SO4-dən 2 natrium, bir də SO4 əmələ gəlir. Demək, 142 qrama nə qədər SO4-dür? 1 SO4 əmələ gəlir. A qrama isə N qədər SO4 əmələ gəlir. Mən buradan N-i tapıram. N görüm nə qədərdir? N bərabərdir. Məxricdə deməli A bölək 142. N'in bu qiymətini aparıb yuxarıda yerinə yazıram. Onda belə yazırıq. A bölək 71 üstə gələk B bölək 40 bərabərdir. 2,5 vuraq. N'in yerinə nə yazaq? A bölək 142. İndi bu, deyək ki, bu tənliyi həll etmək üçün hər tərəfi 142-yə vuraq. Deməli, 142 vuraq A bölək 71, üstə gələk 142 vuraq B bölək 40, bərabərdir 2,5 A bölək 142 vuraq 142-yə. Bunlar ixtisar gedər, qalar 2A, üstə gələk 142 ilə də 40 gedər, 3,55 B bərabərdir. Bunlar da ixtisar gedir 2,5 A-ya. 0,5 A bərabərdir 3,55 B-yə. Deməli, A da bərabərdir 3,55 B bölək 0,5. O da bərabərdir 7,1 B. Bizdən də A bölək B-ni soruşur. A-nın yerinə 7,1 B yazıram. B-nin yerinə də elə B yazıram. Bunlar ixtisar gedir. Cavab olur 7,1. 48-də X, N, Y3 M dəfə duzunun 9,4 qramının tamamilə dissosiasiya etdikdə
0,5 mol X, 0,1 mol YO3 iyonları əmələ gəlir. Duzun molar kütləsini soruşur. Biz bilirik ki, ümumiyyətlə bu duz, tutaq ki, belə yazım, XN YO4 M dəfə. İyona ayrılanda nə olur? Hər kəsin öz indeksindəki qarşısına yazılır. M qədər də YO3 iyonu. Burada da 3 yazım. 3 iyonu nədir? Əmələ gəlir. Deməli, hər kəsin indeksi öz qarşısına yazılır. Buradan da görürük ki, X-dən əmələ gəlibdir 0,5, onda bunun indeksində 0,5 imiş. Y-dən isə YO3-dən. YO3-dən də əmələ gəlib 0,1. Biz bilirik ki, indekslər kəsr ədəd olmamalıdır. Hər ikisini, bunu da 100-ə vururam. 100-ə vuranda X5, YO3, bu da eləyir, deyək 10 dəfə. İxtisar aparsaq, X-dən 1 dəfə, YO3-dən də 2 dəfə. Deməli, bizim birləşməmiz X, YO3 2 dəfədir. Və bizdə şərtdə də verilib ki, 9,4-dən Y-in sayı 0,1 əmələ gəlir. Amma əslində bilirəm ki, YO3-ün sayı, əslində görürəm ki, YO3 2 olmalıdır. Bu iyona ayrılanda 2 dənə YO3 əmələ gəlməlidir. Onda biz duzun MR-in tapa bilərik. Buradan da MR bərabərdir 188-ə. 49-a baxırıq. Deməli, sıxlıq verib 1,4 qram bölək millilitr. Aha. Mən bunun millilitri litrə keçməliyəm. Sıxlıq olur 1400. Sonra kütlə veribdir mənə. Yəni, məhlulun kütləsi M bərabərdir 700-ə. Mən buradan tapmalıyam nəyi? Məhlulun həzmini tapmalıyam. Həzm də bərabərdir M bölək rho. Yəni, 700-ü bölürəm 1400-ə. Bu da 0,5 litr eləyir. Sonra mənə nə deyir? Kalium OH-ın artıq məhlulun həzmini tapdım. Cəmi 9,3 13,23 iyon var. Deməli, kalium sulfatı iyona ayırım. Görün, bunun 1 molundan nə qədər iyon əmələ gəlir? 2 kalium əmələ gəlir. Bir də SO4 iyonu əmələ gəlir. Deməli, kalium sulfatının 1 molundan 3 vuraq 6,2 10 üstü 23 iyon əmələ gəlirsə, hal-hazırda olan iyonu isə 9,3 10 üstü 23-dür. Görün, bu neçə moldan əmələ gəlibdir. X bərabərdir. Məxrəcə 3 vuraq 6,2 10 üstü 23. Surətdə 9,3 10 üstü 23. İxtisar getdi 23-dər. Bu 2 dəfə, bu da 3 dəfə. 3 ilə də 3 gedir. Bu da 0,5 mol edir. İndi məndən kalium sulfatın deyək ki, qatılığını soruşur. Qatılığı tapmaq üçün isə biz kalium OH-ın molunu, yəni 0,5-i məhlulun həcminə, yəni 0,5 litrə nədir bölməliyəm? O da eləyir 1.